Hamınıza salam dostlar. Bugünkü videomuzda sizinlə birlikdə Minecraftda qaldığımız yerdən davam edəcəyik və bu günləri ikinci bölümdə, yəni əlimizdən gələn qədər çox şey eləməyə çalışacağıq. Amma bu gün artıq bu bölümdə məskən salacağıq. Artıq evimizdə quracağıq. Yəni daha yaxşı olacağını məncə əminəm mən. Çünki keçən bölüm çox şey eləməmişdi, bir çətin keçmişdi. Amma məncə inşallah bu bölüm daha rahat yola verə bilərik. Və yəni qaldığımız yeri daha yaxşı. Məncə bunu ağac kəsə-kəsə başlasaq daha yaxşı olar. Çünki iləride ev eləcəkdir, bizə çox lazım olacaq və istifadə etdiyim şey də məncə də yaxşıdır, həm dondurmur oyunu. İndi mən girdim suyun altına. Və gözünə çıxdıq. Düzdür, burada boş aranı axtarma bir çətin ola bilər. Boş meşə, amma biz yenə axtararaq tapacağıq. Mənə dostlar, benim buradan başlayacağım balaca ev kurmağa. Buranı uygun tapdım. Güzel dost geldi. Bura və buradan ev kurmağa başlayacağım. Və yavaş bu qulağı qazaraq içə başladım. Dostlar şükür Allah evimi qurtardım. Yəni evi yaxşı qurtardıq tez bir vaxtda. Və ev məncə əla oldu. Yəni mən indi evdə sizə göstərəcəm. Çox böyük olmaz ev, amma yenə əladır. Yəni içəri girəndə görünür onsuz da hər şey. Deməli dostlar, ev yəni bəzi şeylərdə görürəm, məncə ev məncə yaxşıdır. Və biz bunu edəndən sonra zaten ya madenciliyə gedək, ya kəşfiyyatçılığa çıxaq. Birində mahya odunla başlasaq daha yaxşıdır. Aman oyun çökməsin bir dənə. Çünki oyun çoxdur ki, nə yalan deyim. Təbiətləri gücləndirək, əla. Ağdan ağac kəssəmcə daha yaxşı olar. Ağac kasaq. Çünki oraya gedəndə bütün ağacımız olsun mesela əlimizdə. Ooo, ağırlar zətlər. Güllər əla hiss etdi məncə. Bırax, xoşuma gəldi. Yəni. Oho, necə gəb özlərini şey eləyirlər. Su axırda duranda bir taşlar bizim üstümüzdə hücum edirlər. Dalca bir şey olsun da. Allah. Son bir bu odunu da kəsək. Hayır, çox gecikmişim, məncə daş devrə yerə çatmalıyıq. Qoyun zət lazım deməyə şəxsən. Dostlar, yarım saat gəzdim, amma hər bir madənin rast gəlməmişim həqiqətən. Məncə biz həqiqətən çətin burada tapaq madənimizi falan filan. Biz mən yenə gəzib axtarıb baxacağam. Dostlar, deməli burada mən belə də olsa, əsas ki, yəni mən əsasən partlatdım buranı baxsa. Düzdür, bəs oyun qaydalanıcısından mən şəxsən heç bir şey tapamadım onsuz da valla. Çox bərəkətsiz yerdir ya həqiqətən. İdealdır, çox bərəkətsiz yerdir. Bəyənmədim buranı, ona görə gedirik başqa yerə. Əlimizdə qazma heç bir şey tapamamışıq yəni biz. Özdə gəlmişkən də burada iz qoyaq. Burada da torpaqdan qala eləyək buranda. O belə ləzzət eləyir, belə getmək. Düz mənim mouse'umda eyni fikirdə deyil amma yenə aydı qurtardı amma yox. Yenə yaxşıdır şəxsən burada şey eləməyimiz. İndi gedək biz bu tərəfə nəsə tapaq. Çünki həqiqətən də bir avurcu olur. Axşam biz hələ maddə tapamamışıq. Tapamasa məcbur evimə gedəcək. Çox bərəkətsiz seeddir. Heç bilmirdim mən buranı belə. Kaş gəlməz olaydım. Mən belə seedin nəyin deməyim hə.
Boş-boşuna bizi də yordunuz da. O zaman ayarları da dəyişeyim. Doğru dostlar, bu bölüm də bu qədər. Getdim zaz orası dəmirdən zaddan tapdıq şəxsən. Yəni yaxşı da oldu. Kömürlərimiz də var. Kömürü mən düzdür ayırdım amma yenə də. Yəni bir dənə də çox qəşəng oldu məncə bu bölüm. İnşallah gələn bölümlərdə görüşənədək sağ olun, salamat qalın. Bay bay.